Mən Quliyev Cəfərqulu, burada yaşayan vətəndaşam. Burada yaşamaq mümkün deyil. Kanalizasiyanın çirkəb suların içərisində. Elə bilirəm ki, burada israfçılığa yol verilir. Təmiz suya görə, texniki suya görə. Burada çay kimi axır. Qonaq qarşılaya bilmirik. Özümüz həyata çıxa bilmirik. Çirkəb suların əlindən. Mümkün deyil. Bura kanalizasiya xətti çəkilməlidir. Hara müraciət eləmişik, bizə əhəmiyyət verən yoxdur. Xahiş edirəm sizdən, Cənab Prezident İlham Əliyevdən, bizim böyücümüz, bizim rəhbərimiz müraciət edirik sizə ki, xahiş edirik, hansı qurum bura kömək göndərirsiniz, göndərin, burada bir əncam eləsinlər. Burada yaşamaq mümkün deyil. Xahiş edirəm sizdən. Mən Musayeva Rənam, Şirvanşəhər sakiniyəm. Şirvanşəhər Təzəşəhərdə yaşamışam. Amma hardasa 5 ildir Şirvanşəhər Köhnə şəhərində məskunlaşmışam. Amma uşaqlıq illərim babamın, nənəmin yurdunda keçib burada Köhnə şəhərdə. Demək olar ki, uşaqlıq illərindən hər zaman bu kanalizasiya sistemini burada bu vəziyyətdə görmüşəm. Demək, burada hələ yayda çox spesifik, kəskin qoxudan keçmək olmur, sakinlər keçə bilmir. Mən də o sakinlərdən birisi. Hələ buradakı su yığınına uşaqlar düşüblər, dəfələrlə balaca uşaqlar. Hətta bir dəfə bir uşaq düşmüşdü, onu çıxartdılar, günlərlə o uşağı yuyundurdular ki, uşağın rəngi düzəlsin. Sonra burada qamışlıq olur. Yay aylarında yaşıllıq, qamışlıq olur. Bilirsiniz, qamışlıq yananda onu söndürmək çox çətin olur. Çünki bu da söndürmədiyi nəticədə də bir dəfə qamışlıq yanırdı. Hətta sakinlərin evi də yana bilərdi. Onu zorla söndürmüşdülər. Yəni bu kanalizasiya sisteminin bu bərbad vəziyyətdə olmağı bir çox hallara pis, mənfi təsir göstərir. Sizlərdən xahiş edirəm. Bu məsələdə Şirvanşəhər sakinlərinə, Köhnə şəhər sakinlərinə köməklik göstərəsiniz. Bizləri bu vəziyyətdən qurtarasınız. Yəni insanlar təmiz nəfəs alsınlar. Təqdim edin. Kərimova Çəkilik Əsgərxan qızı, Şirvanşəhər sakini. Mən keçən səfər də xahiş elədim, indi də sizdən xahiş eləyirəm.
Paşda bir 30 ildən, 40 ildən çoxdur bu vəziyyət yox. Kanalizasiya sistemi yoxdur. Bir 7-8 il bundan qabaq çürük torbalar gətirdilər, bastırdılar. Dedik ki, bu lazım deyil də, yenə qaydacaq. Dedilər ki, vəsaitimiz yoxdur. Amma biz bilirik ki, cənab prezidentimiz vəsait ayırıb. Amma bunlar baxın, biz prezidentimizdən xahiş edirik ki, Şirvan şəhərinin icra başçısına əmr versin ki, bütün kanalizasiya sistemləri dəyişilsin. Podvalımın altı tez suyun içindədir. Bir balaca su günü olsun, buradan çay axır. Potu ilə mən düşürəm həyətə. Yəni bizdə bir təmiz baxın. Həyətim palçığın içindədir. Hələ indiyə kimi bu həyətin quru günün görməmişəm mən. Mənim xahişim budur ki. Divarlar da... Bəli, divarların, evin içi hamısı çartdaq-çartdaqdır. Hamısı. Görəcəksiniz. İndi aparacam sizi, görəcəksiniz. Evin qarına kəssin. Bəli. Evin suyun içində. Ben sana güvenmişim ki buradadılar hep bu boyda insanlar gelip buraya. Her şeyden. Buyur, özü təqdim elə. Rüstəm Ovazat. Acaba nə kimi çəkişən rastlaşırsınız bu hansı? Valla bak buradan keçmək olmaz. Sular bir de bak bu arı ilə gedirik düz asfaltaca. Burası sudur, palçıqdır ondan sonra. Uşaqlar gedir məktəbə gəlir, yenə də sudur, palçıqdır. Ondan sonra baxan yoxdur, eləyən yoxdur. İyindən necə? İyisi də ki, biz bura yığılmışıq da, nədir, iyisindən nətər olacaq. İyi də, bir de verilir. Ondan sonra gəlir, bax, gələsin, bir de bax, burada da o günləri bu qonşu da yenə yazıq elə köməklik elədi əlimizdən, o suyun orasının qabağını aldıq elədi. Yenə də ondan belə əmələ gəlmir. Yəni həyətləri su basır. Bəli, su basır. Su basır, bəli, hamısı. İndi də ki, neynəmək olar? Valla kimə də gəlir, icra başçısı gəlib bir dəfə demirlər ki, bir adam göndərmirlər ki, bir cəmaatın, xalqın xidmətində qalırlar da. Nə oldu? Prezidenti görəndə hamısı qılçaları əsir, prezident olmayanda gələ bunu prezident eləyək. Eləsinlər də yuxarı təşkilatlar eləsinlər. Valla. Hardan gəlir kanalizasiya sistemi? Özə torbalar da çürüydü, çürük torba ilə çəkilib. O vaxt biz şikayət elədik. Başda əlildi Allah'ım. Hiç kıl balaca uşaqlı böyründə. Gözümüz açanlar belə. Əlildi. Ən aşağısı əlildi. Uşaqlara sizə isyan yoxdur.
qalmır. Dağıtı həyətində. Çöldən də gələn sular hamısı mənim həyətimə gəlir. Nəyə görə? Burada zavod tikilib, xaraba qalıb bu zavod. Kanalizasiya yer hamısı o zavodun içində qalıb. Qoymurlar ki, bir girək heç olmasa özümüz təmizləyək. O da icazə verir.